Salam, mən doktor Alşan Paşazadə, uşaq cərrahi və uşaq uroloquyam. Bugün sizlərə emməmiş xaya, yəni kriptorxizm haqqında məlumat vermək istəyirəm. Normada xayalar bətindaxili dövrdə qarın içi orqanlardır. Hamiləliyin 26-cı 35-ci həftəsi arası xaya qarın içindən xayalığa doğru emməyə başlayır. Artıq 36-cı, 35-ci, 36-cı həftələrdə xaya normada xayalıqda olur. Yeni doğulmuş bir uşağın müayinəsi zamanı xayanı normal xayalıqda görmürüksə, bu vəziyyəti emməmiş xaya kimi dəyərləndiririk və ilk 6 ayına qədər bu uşaqları izləyirik. Əgər 6 ayında bir uşağın xayası normalda, xayalıqda deyilsə, biz bu uşağa artıq cərrahi barəsində düşünə bilərik. Emməmiş xayalar iki cür ola bilər. Əgər əl müayinəsində xaya bizim əlimizə gəlirsə, palpasiya olunursa, biz onu xayada, qasıqda kiçik bir kəsiklə xayalığın daxilinə endiririk. Lakin uşağın xayası bizim əl müayinəmizdə ələ gəlmirsə, buna null palpable testis deyilir və bu xəstələrdə başqa bir metod, yəni qarın içərisinə baxırıq, laparoskopi edirik. Əgər qarın içərisində bir xaya toxuması görürüksə, bunu yenə eyni cərrahi üsulla xayalığa doğru endirməyə çalışırıq və xayalığa təsbit edirik. Adətən valideynlər bizə belə bir suala müraciət edirlər ki, doktor, uşağın xayası yuxarıdadır, lakin əməliyyat etdirməsə biz nə ola bilər? Əgər bir uşağın xayası normal yerində deyilsə, yəni xayalıqda deyilsə, uşaqda ilk növbədə sonsuzluq baş verə bilər gələcəkdə. Bundan başqa xaya burulması riski daha çoxdur, xaya travmalarının riski daha çoxdur və nəzərə almaq lazımdır ki, bir xaya əgər normal yerində deyilsə, yuxarıdadırsa, bu uşağın gələcəkdə normal insanlara görə xaya tumorları, yəni testis tumorlarına rast gəlmə tezliyi normal insanlardan 40 dəfə daha artıqdır. Buna görə bir uşaq cərrahı olaraq məsləhətim budur ki, əgər uşağınızın xayasını normalda, xayalıqda görmürsünüzsə, bir həkimə müraciət etmənizi tövsiyə edirəm.